Yanlış tərbiyə. Bir gün anladı ki, ata zamanında edib xəta. Namazsız böyüyən övlad bir həyat yaşayır bərbad. Zina, faiz, içki, qumar, bütün pislik uşaqda var. Həm narkoman, həm avara, hamını gətirib zara. Bilib ki, narkotik edib, yoldaşı da atıb gedib. Xırtdəyəcəm borc içində, üst-baş biabırçı gündə. Bunları görən bir ata, necə yeyə, necə yata. Düşündü öz səhvlərini, köhnə həyət evlərini. Düzdür, otaqları dardı, gözəl bir ailəsi vardı. Öz əlinin zəhməti ilə, namusu ilə, qeyrəti ilə ləyaqətli yaşayırdı, təmiz bir ad daşıyırdı. Ancaq pis bir işi vardı, ibadətə səhlənkardı. Dininə diqqət etmədi, uşağına öyrətmədi. Gördü ki, səhər namazdı. Dedi, dəymə, yaşı azdı. Uşaqdı, sıxılar dedi, böyüyəndə qılar dedi. Dedi, oruc ola bilməz. Uşaqdı, ac qala bilməz. Aparmadı ki, məscidə. Uşaq gərək dərsə gedə. Beləliklə, bu tərbiyə oldu sonunda faciə. Evdə dava düşdü gündə. Bir gün gözün önündə baş verdi elə hadisə, yarandı bir mübahisə. Dalaşdılar bir-biri ilə, narkotikin təsiri ilə heç nəyə vermədən məhəl atasına qaldırdı əl. Ata diz üstə çökərək, acı göz yaşı tökərək, dərk elədi ki, indi ona lazım olan dindir. Dinsiz böyütdüyü övlad kəsildi özünə cəllad. Bu qanundur, bu belədir. Cəza əmələ görədir. Yadına düşdü o şeir. Şair hikmətli söz deyir. Hardan biləydi ki, bağban, gələcək elə bir dövran, əkdiyi çınar ağacı, olar ona dar ağacı. Əziz dostlar, bu hadisə bir ibrətdir hər bir kəsə. Övladları zamanında, İslamında, imanında etmək gərəkdir tərbiyə. Bu işlər olmasın deyə. Namaz, oruc, tövhid, sünnət, gözəl əxlaq, təqva, iffət insanlığın əsasıdır, cəmiyyətin xilasıdır.